Qala qoruğunda anım günü ilə əlaqədar xəbər verdiyimiz kimi tibbi sosial aksiya keçirilib. Aksiya İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Ərazidə ağac əkmə aksiyası da baş tutub. Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri Qala kənd sakinlərinə kardioloji, uroloji, nevroloji, oftalmoloji, pediatrik xidmətlər göstəriblər. Qala Dövlət Tarix Etnografiya Qoruğunda 27 sentyabr anım günü ilə əlaqədar təşkil olunan aksiya bu ərazidə ilk dəfədə keçirilir. Bizim sakinlərimizə burada müxtəlif tibbi xidmətlər göstəriləcək. Qeyd etmək istəyirəm ki, bu aksiya ilk dəfədir qoruqda təşkil olunur və böyük marağa səbəb oldu sakinlər tərəfindən. Qaziyə şəhid ailələri, eyni zamanda Qala kənd sakinləri üçün keçirilən aksiyada tibbi xidmətlərdən 150 ailə yararlanıb. İl ərzində bizim rayonlarda, yerlərdə tibbi sosial aksiyalar təşkil edir, ödənişsiz tibbi müayinələr təşkil edir. Bu səfər biz Qala Dövlət Tarix Etnografiya Qoruğundayıq. Diaqnostik müayinələr keçiriləcək və sonda onlara lazım olan tibbi məsləhətlər də veriləcəkdir. Anım gününə həsr olunan tədbir insanların sağlamlığının təmin olunmasına hesablanıb. Mən də iki məsələ ilə bağlı həm travmatoloq, həm də nefroloqa müraciət etmişəm. İndi onlar bizə baxırlar, çox gözəl şəkildə xidmət göstərirlər. İlk olaraq göz üçün müayinəyə gəlmişdim və həkimlərin xoş münasibətindən, həmçinin də professional yanaşmasından olduqca təsirləndim. Eyni zamanda kardioloqu da hal-hazırda növbədə gözləyirəm. Mən böyrəyin bir də ki, baş gicəltisinə görə, hətta böyrəkdən çıxmışam və bu nevropatoloqa keçəcəm. Növbə gözləyirəm. Səyyar xidmət çərçivəsində kənd sakinlərinə ilkin tibbi yardımlar göstərilib, həkimlər tərəfindən diaqnozlar qoyularaq müalicələr müəyyən edilib. Tədbir çərçivəsində Qala kənd ərazisində ağac əkmə aksiyası da təşkil olunub. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan aksiyada simvolik xarakterli 27 şam ağacı əkilib. Lalə Allahverdiyeva, Qəhrəman Məmmədov, Şahnur Qasımova, ATV Xəbər.